2026-cı ildən etibarən Rusiya Federasiyasında hərbi çağırış sistemi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklərə əsasən Rusiya vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı artıq yalnız müəyyən mövsümlərlə məhdudlaşmayacaq və il boyu davam edəcək. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb. Sərəncamda çağırış prosesinin təşkili və həyata keçirilməsi mexanizmləri ətraflı şəkildə əks olunub. Sənədə görə çağırış tədbirləri il ərzində fasiləsiz aparılsa da, çağırışçıların birbaşa xidmət yerlərinə göndərilməsi əvvəlki qaydada ildə 2 dəfə həyata keçiriləcək. Belə ki, yaz çağırışı 1 aprel, 15 iyul, payız çağırışı isə 1 oktyabr, 31 dekabr tarixlərini əhatə edəcək. Eyni zamanda sənəddə ehtiyatda olmayan və hərbi xidmətə cəlb edilməli olan şəxslərin çağırışı da nəzərdə tutulur. Məlumata əsasən 18-30 yaş aralığında olan ümumilikdə 261 min nəfərin həqiqi hərbi xidmətə çağırılması planlaşdırılır. Qeyd olunur ki, çağırış prosesi hərbi komissarlıqlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçiriləcək və çağırışçılar tibbi müayinədən, sənədlərin yoxlanılmasından və digər zəruri mərhələlərdən keçəcəklər.